Videoya başlamadan önce kanalıma abone olup like atıp yorum yazmayı unutmursunuz ve bildirimleri açık koyursunuz ki ben video paylaşanda size bildirim gelsin. Həyətdə vəzər əkmişdik. O da uzanıb olub nə qədər baxın. İndi bunların hamısını bir-bir təmizləyəcəm ki, bura başqa göylər əkə bilək. Belə bunları təmizləməliyəm ki, bura başqa göylər əkə bilək. Oy, danışamadım, yoruldum ay qızlar. Hələ indi başlamışam, yoruldum. Baxın nə qədər də şeytandı, nədir, iblisli olmadı ay qızlar. Onlar da doludur. Onları təmizləməliyim. Efe, orada da bir respet düzəldirlər. Qızlar, təmizlədim, qutardım, baxın. Ora başqa bir şeylər əkəcəm. Əllərimin halinə baxın, nə gündədir qapqara. Belə. Qızlar, etimizi yuduq, təmizlədik, şlankada yığışdırğım. Belə. İnan, həyəti yuyanda o qədər iyi qoxu, o qədər gözəl olur ki, torpağı suladım, torpağın o qədər gözəl, qəşəng qoxusu gəlir ki. Belə göstərim. İndi qəşəng kütəb eləyəcəyik. Göstərim sizə. Qara undan kütəb eləyəcəyik. Bəh. Gündəlirsən, hə? Onu mən atqalarım. Buran qəşəng silmişik, təmizləmişik. Öncə onun üstündə eləyirik, baxın. Qızlar, baxın, göyərsin yumurtası, bir dənə yumurtası var. Burada yumurtlayıbdı. Dedim onu sizə göstərim. Ege bax. Annem. Çok qəşəngdir. Orada olurdu, baxın. Orada, indi orada yox, buradadır. Dedim size gösterim. Dökülerim. Arkadaşlar size ne gösteriyorum? Abicim bir like Nalmısan? atsana. Nalmısan? Buradan like atın. Abone olun. Size bütün her şeyi verin. Şaka değil abi. Ne almışsan sen? Ne almışsan? De görək. Murtoş. De görək ne almışsan da. Brownie'dir adı. Ege. Ay ne güzeldi. Bunun bak kaşığı da var. Böyle batırırsan yiyirsən. Nuş olsun Ege. Ahılar necik. Bunu böyle yiyorsan. Bunu böyle yiyorsan. Kızlar size ne göstereceğim. Görün. Göz haqqınızı halal eləyin. Qarın kütəbidir. Burada da pişir. Bu da qədim tavadır. Bunda çox qəşəng pişir. Belə göstərim sizə. Qaynanamın əllərinə sağlıq. Görün nə gözəl eləyir. Baxın, belə orada yayıb, burada qəşəng. Bunu çevirək, bax. Pişib, bunu da belə qəşəng qoyuruq bura. Göstərim sizə. Bu da gəldi bura pişməyə. Süper. İndi çayla qəşəng neynəyəcəyik, nuş eləyəcəyik. Ay Allah, çox qəşəngdir. Bu kütəb qara unla olur. O qədər gözəl olur ki, qızlar, həqiqətən. Yəni, dadı möhtəşəmdir. Qəşəng yağlamışıq, sumaxlamışıq. Burada da pişiririk. Qəşəngli yayacaq, içini dolduracağıq. Bunun xəmirinə qara undur, bir də nəsə bir şey vur, qaynanam çox dadlı olur. Noxudun mayası. Hə, noxudun mayası. Çox qəşəng eləyir. Siz ağızda elə bir ki, kütəb əriyir də. Droj işlətmir. Hə, droj işlətmir. Drojun yerinə noxudun nə idi? Mayası. Hə, noxudun mayası özü hazırlayır bir də qızlar, maşallah yazın. Hə, doğal bəslənir də mənim qaynanam. Hər şeyin doğalını eləyir. Baxın, bu da qarnın içidir. Qəşəngdir. Günlərdən kütəb günüdür. Burada çevirin yanmasın kızlar. Kişi.
Keçək belə. Buna da baxaq belə. Bu arada əlim yanmır, narahat olmayın. Belə biraz da pişsin. Tuturdum ya ağzını. Ağzını tuturdum ya. Cücel geçen kütep ye. Ağzını tuttum. Ağzını tuttum. İndi onu da biçəcək. Bunu götürün. Bu olubdur. Bunu da bura qoyaq. İndi yağlayacağım bunu qəşəng. Bir də götürə bilmirdim. Onu da elə ora qoydu. Süper. Bugünlük bu qədər. Kızlar içi də boldu. Görün necədir, necə gözəldir. Xala, necədir? Bəyəndin? Əllərinə sağlıq, qəşəngdir. Hə, nuş olsun. Bəh. İndi sənə bir dənə qəşəng çay verəcəm üstündən. Pürrəngi çay içərsən. Nuş olsun. Mən qalırım ha. Sayıram. Çox açıqlayım. Dəm qutar onsuz da. Demək olar ki, üstünü almalıyım. Sən açıq elədim. Çaylarım, kütəplər yeyildi, qəşəng. Çaylar da içilsin. Həqiqətən çox gözəl oldu. Hay Allah. Qızlar, həyətimdən mev yığdım. Bir bişirimlik. Baxın. Mevi bomboş elədim, yığdım. Yarpaqları indi gedib qəşəng bir dənə dolma hazırlayacağım. Yəni həyətimin yarpağının ilk dolmasını hazırlayacağım. Sizə göstərəcəm. Maşallah, sübhanallah. Bu da demək olar ki, qızlar tökülür. Baxın. Güllər tökülür. Çox pis oluram. Birazdan bu güllərdən əsər əlamət qalmayacaq. İnanın, hər səhər çıxıb bunlara baxıb o qədər həzz alıram, o qədər nə bilim xoşbəxt oluram. Amma birazdan bunlardan demək olar ki, əsər əlamət qalmayacaq. Özünüz də gördüyünüz kimi, baxın, bütün yerlərimiz gül çiçəkdir. Burada da qızlar belə, yəqin bilərsiniz nədir, kişnişdir bu deyəsən. Şürdür, kişnişdir, yadımdan çıxdı. Belə, türklərdə dəreotu deyirlər. O çıxıbdır. Baxın, oralarda da çıxıbdır, göstərim sizə. Qızlar, həyətimizin ilk yarpağı ilə qəşəng tislik hazırlamışam. Belə balaca qazana dolma eləyəcək. Büküm qutarım, yenə sizə göstərəcəm. Görün necə gözəl yarpaqlardır. Yumuşaq, qəşəng. Artıq dolmamızı bükmüşük. Üstünə nəlbəkini qoydum. Qəşəng qapağını da qoyacağım. Getsin pişməyə. Buradan da qəşəng nanə əkirik. Baxın. Bu da nanə cövhərdir. Birazdan əkəcəyik bunu da. Bismillah. Aynen. Nanə də əkdik kişi. Göstərim. Allah, bunların gözəlliyinə baxın. Maşallah, sübhanallah. Güllü çiçəkli bağça. Gedib bunu da əkək qəşək. Qızlar, bu da nanə cövhərdir, çaya atılır. Ora əkəcəyik bunu da. Ancaq əkmişlərdir. Al, buradadır. Onu çıxart xala. Bunu buradan əkək. Bu da lavloristi. Uzanıb gedir. Mən lavloristi almıram. Həyətdən işlədirəm qızlar. Baxın. Bu təzə-təzə çıxır. Bunları belə qırıb, qəşəng yuyub işlədirəm. Qızlar, işlərimizi gördük, qutardıq. İndi qəşəng bir dənə kofe hazırlayacağım. Yandırım bunu. Bunu qoyaq üstə. Qəşəng. Sonra qoydum üstə belə. Aşırı durmur burada. Demək olar ki, yay olduğu üçün artıq yay mətbəxinə keçmişik. Çox yaxşı olur da, inanırsınız ev batmır. Bir dənə xala. Qəşəng. Bir dənə kofeni hazırlayaq. Burada qaşığı var imiş, unutmuşam. Ev yox.
kahvesini daha doğrusu bol eləyəndə qəşəng olur. Dağıldı, töküldü. Tökdüm kahvəni də ora. Burada qəşəng dolmamız pişir. Burada da kahvəni hazırlayıram qəşəng. Burada qoyum. Biraz qarışdırım bunu. İşlərimizi qutarandan sonra dedim bugün sizə artıq vlog paylaşım. Bu arada bardaqlarımın güzelliyi şakama. Çox xoşum gəlir qızlar belə kofe stəkanlarından. Həqiqətən qəşəngdir. Baxın. Görün nə gözəldir. Belə bir də atlıq almışam. Qəşəng kofe içək. İçinə şəkər atmamışam. Şəkər də atım. Baxın, kahvəmiz belə qəşəng köpüklənir. Hazır olur. Qızlar, kahvəmiz hazır. Qəşəng, baxın. İsti-isti bismillahirrahmanirrahim tökək. Bunu da belə töküm. Görün necə gözəl kahve bardağıdır, stəkanıdır. Heç nə qızlar, burada vlogumu sonlandırıram. İnşallah ki vlogumuzu bəyənmişsiniz. Bol-bol həyətdən sizə çəkilişlər elədim. Güllərin gözəlliyinə baxın. Gedək kofemizi içək. Burada vlogu sonlandırıram. Hələlik.